Salam hər kəsə. Bugün elastiklik qüvvəsi, sürtünmə qüvvəsi mövzusunun ətraflı yazı tapşırıqlarına yeni əlavə olunan sualları sizə izah etmək istəyirəm. Deməli 38-ə kimi köhnə topuldakı suallardır. Amma 38-dən sonra artıq yeni suallar başlayır. Başlayaq elə 38-ci sualdan. Deyir ki, bir-birinə iplə bağlanmış cisimlər F bərabərdir 50 Newton üfüqi qüvvənin təsiri ilə V bərabərdir 10 metr/saniyə sürətlə düz xətli bərabər sürətlə hərəkət etdirilir. İp qırılarsa birinci cismin dayana qədər getdiyi yolu hesablayın. Deməli uşaqlar və mötərizədə də bildirib ki, hər iki cisimlə səth arasındakı sürtünmə misalı eynidir. Deməli burada bir sürtünmə qüvvəsi də təsir edir cisimlərə. Deməli cisimlər iplə bağlanıb və F qüvvəsinin təsiri dartılır. Təbii ki, hərəkət sağa doğru olduğuna görə onda 8 kiloqramlıq cismə hərəkətin əksinə bir sürtünmə qüvvəsi, həmçinin 12 kiloqramlıq kütləli cismə də hərəkətin əksinə bir sürtünmə qüvvəsi təsir etmiş olacaq. Fikir versək görərik ki, burada yazılıb ki, cisimlər bərabər sürətli hərəkət etdirilir. Deməli, burada biz qüvvələri tarazlaşdırmalıyıq. Yəni, əvəzləyici qüvvə 0 olmalıdır. Sağa doğru baxırıq ki, F qüvvəsi var. Yazaram F bərabərdir. Solda isə görürük ki, eyni istiqamətli iki sürtünmə qüvvəsi var. Ona görə onları toplayarıq. İndi, gəlin yazaq F bərabərdir mü. Çünki sürtünmə misalı eynidir deyə sadəcə mü yazacağım. M1R üstə gəl mü M2R. Burada biz müjeni mötərizə xaricinə çıxarsaq, alarıq M1 üstə gəl M2. Deməli, F-in yerinə yazacağım 50, yazacağım 50 bərabərdir. Müjeni bilmirəm. M1 ilə M2-nin cəmi isə 12 ilə 8 toplasaq edəcək 20. Buradan da müjeni taparıq ki, 2,5. İndi bizə deyir ki, birinci cismin dayana qədər getdiyi yolu hesablayın. Deməli, uşaqlar, dayana qədər gedilən yol tormuz yolu deməkdir və biz yazarıq ki, V0-ın kvadratı böl 2A. Buradakı sürətimiz 10-dur, yəni üfüqi qüvvənin təsiri ilə bu cisim bu sürəti alıb. Başlanğıçda elə bu sürəti alıb, bizim sürətimiz budur, 10-dur, yəni 10-un kvadratı eləcək 100 böl 2 vurulsun. A-nın yerinə isə uşaqlar bilirik ki, A bizə müjeni verir. Və biz də müjeni 2,5 tapmışıq. Qoysaq yerinə alaraq 100 bölünsün 5, bu da eləcək 20 metr. Bu sualın cavabını kitabın arxasında səhv veriblər. Cavab 20 metr olacaq. Bunu bir başqa cürdə eləmək olardı. Misal üçün, biz burada müjeni 2,5 tapdıq. Deyir ki, birinci cismin dayana qədər getdiyi yolu tapın. Tormuz yolunun belə bir düsturu da var. MV0-ın kvadratı bölünsün 2F sürtünmə. Deməli, təbii ki, söhbət birinci cismə gedir deyə burada birinci cismin kütləsini istifadə edəcəyik. 12 vurulsun. Sürətin kvadratı 100 böl 2 vurulsun. F sürtünməni isə uşaqlar, F sürtünmə 1-i taparam. Mü M1R. Deməli, müjeni biz məndən tapmışam 2,5 vur. M1 isə, burada M1 qaldı sadəcə. 12-dir. Bu da eləcək 30. Gətirib yerinə yazsam, yenə 1200 bölünsün 60, yenə də 20 metr tapmış olaram. Bax, belə həll edirsiniz. Sonra keçək növbəti suala. 39-cu suala baxaq. Yer səthindən V0 bərabərdir 40 metr/saniyə başlanğıc sürətlə şaquli yuxarı atılmış cismin maksimal qalxma hündürlüyü 50 metr olmuşdur. Kütləsi 1 kiloqram olan bu cismə təsir edən orta müqavimət qüvvəsini hesablayın. Deməli, V0 bizdə verilib 40, J 10 və H-max da verib bizə 50 metr. Kütlə də 1 kiloqramdır. Deyir ki, bu cismə təsir edən müqavimət qüvvəsini hesablayın. Deməli, uşaqlar, deyir ki, şaquli yuxarı atılıb cisim. Təsəvvür edin ki, belə bir cismimiz var, yuxarı doğru atılıb. Sürət yuxarıdır. Hərəkət haradırsa, sürət ora olur. Deməli, qüvvələrimizi göstərək. Təbii ki, ağırlıq qüvvəsi mg aşağı olar və biz demişik ki, müqavimət qüvvəsi hər zaman hərəkətin əksinə yönəlir. Ona görə müqavimət də hərəkət yuxarı olduğuna görə müqavimət qüvvəsi də aşağı doğru olacaq. Mən indi yazsam ki, bilirəm ki, F əvəzləyici hər zaman MA-ya bərabər olur. Newtonun ikinci qanunu yazıram. Və görürəm ki, bu iki qüvvə eyni istiqamətdədir. Qüvvələr eyni istiqamətdə yönələndə, əvəzləyici qüvvəni tapanda MG ilə FM-i toplamaq lazımdır. Bərabər edərəm MA-ya. Buradan müqavimət qüvvəsini tapanda MA-dan çıxaram MG-ni. Yəni, M vurulsun, açılsın J. İndi, baxıram ki, müqavimət qüvvəsini tapmaq üçün məndə kütlə var. J var, amma təcil yoxdur. İndi mən təcili necə tapacağım? Yuxarıda göylə göstərirəm. Təcili tapmaq üçün nə edərəm?
Burada Hmax verib mənə, V0 verib. Təbii ki, Hmax'ın düsturunu yazaram. Hmax bərabərdir V0'ın kvadratı bölünsün 2A. Deyirsiniz ki, niyə J deyil də A yazıram? Çünki normalda bizim indiyə qədər öyrəndiyimiz hərəkət ağırlıq qüvvəsinin təsiri altında hərəkət idi. Yəni, başqa qüvvə yox idi deyə ağırlıq qüvvəsinin təsiri altında hərəkətdə. Fikir verirsiniz, o mövzuda bütün məsələlərdə mötərizədə yazılmışdı ki, havanın müqavimət qüvvəsi nəzərə alınmır. Yəni, sadəcə bizim bir qüvvəmiz var idi, o da ağırlıq qüvvəsi idi. Normalda yazardıq ki, hövəzləyici bərabərdir M-aya. Əlimizdə ağırlıq qüvvəsindən başqa qüvvə olmadığına görə yazırdıq ki, mg bərabərdir M-aya. M-lər gedirdi və biz təcili J ilə əvəz eləyirdik. Çünki başqa qüvvə yox idi ağırlıq qüvvəsindən başqa. Amma havanın müqavimət qüvvəsi nəzərə alınarsa, yadınızda qalsın ki, J deyil də elə A-nın özünü yazmalısınız. İndi gəlin, Hmax'ın yerinə yazaram 50 bərabərdir. V0'ın kvadratı, yəni 1600 böl 2A. 100A bərabərdir 1600-ə. A da eləyəcək 16. Təcil əlimizdə 16-dır. Gətirib qoyuram indi burada yerinə, sarı ilə göstərirəm, baxın. M-in yerinə 1, A-nı tapdıq 16, J də 10, bu da eləyəcək 6. Cavab olacaq 6 Newton. Sonra davam eləyək. Baxırıq 40-cı suala. Sürüşmə sürtünmə əmsalı mü bərabərdir 0,14-dür. Deməli, belə bir qrafik verilib, sürət zaman qrafiki verilib və deyir ki, cismə təsir edən dartı qüvvələrinin nisbətini hesablayın. Yəni, F1-in F2 nisbətini hesablayın. J də 10-dur. İndi bu məsələdə dinləyəcək uşaqlar. Əvvəlcə baxırıq birinci hissəyə. Birinci hissə gördüyümüz kimi yavaşlayan hərəkətdir. Yavaşlayan hərəkətdə bilirsiniz ki, sürtünmə qüvvəsi dartı qüvvəsinə böyük olduğuna görə yazarıq. F sürtünmə çıxılsın, F dartı bərabərdir M-aya. İndi burada sürüşmə əmsalını bu arada verib bizə 0,14-dür. Gəlin onda mü-mj ilə sürtünmə əmsalını tapsaq, yazarıq ki, mü-mj çıxılsın. F dartın yerinə F1 yazıram. Çünki burada deyib ki, birinci cismə təsir edən dartı qüvvəsi bu cür işarə olunsun. Kütləni bilmirəm. Yazıram M. A-nı da indi hesablayacağım. İndi mən görürəm ki, mü-mj-ni hesablamaq olar. Yəni, mü 0,14-dür, J 10-dur. Ona görə yazaram ki, 4M çıx, F dartı, yəni F1 bərabərdir. A-nı indi gəlin tapaq. Təbii ki, qrafikimin əvvəlcə bu hissəsinə baxırıq. Təcili hesablamaq üçün V-dən V0-ı çıxaram, bölərəm T-yə. Yəni, 5-dən çıxaram 15-i, bölərəm, zamanımız da 5-dir. Bu da deyəcək -2. Amma bilirsiniz ki, bu -2 alınmağı yavaşlayan hərəkətə görədir. Bu tənlikdə -2 qoymayacağım, elə yerinə müsbət qoymalıyam. Bu da deyəcək 2M. F1-i tapdım ki, 2M. Deməli, birinci cismə təsir edən dartı qüvvəsi tapıldı ki, 2M-dir. İndi göylə ikincini tapmağa çalışacağım. Baxırsınız ki, ikinci cisim bərabər sürətlə hərəkət edir. Bərabər sürətlə hərəkət edirsə, F dartı F sürtünməyə bərabər olur. Ona görə də yəni F2 bərabər olur elə nəyə? Mü-mj-yə. Mü-mj də dedik ki, 4M-dir. Mü çünki 0,4-dür, J 10-dur, vurdum 4M aldım. İndi yaşılla göstərirəm. F1-in F2 nisbəti tapmaq istəsəm, F1-i mən tapdım 2M. F2 isə 4M-dir. Bu da eləyəcək 2-də 1. Yəni 0,5. Cavab olur 0,5. Keçirik növbəti suala, 41-ci suala gəlin baxaq.